Bismillahirrahmanirrahim. İnsanları maraqlandıran suallardan biri də dəstəmazı soyuq su ilə yoxsa isti su ilə almağın savabının azlığı, çoxluğu ilə bağlıdır. Yəni, isti su yoxsa soyuq su ilə dəstəmaz almalıyıq? Cavab budur ki, insana hansı su rahatdırsa, o su ilə də dəstəmaz alması daha yaxşıdır. İsti havada soyuq su ilə, soyuq havada isə isti və ya ilıq su ilə dəstəmaz almaq məqsədə daha uyğundur. Amma bəzən insana aldığı dəstəmaz çətinlik verərsə, həmin dəstəmazın savabı da bir o qədər çox olar. Mövzu ilə bağlı bir hədisi ixtisarla qeyd etmək istəyirəm. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, Thələthun kəffərat və thələthun dərəcət və thələthun munciyət və thələthun muhlikət. Fəəmməl kəffərat fə isbəğul vudu'i fissəbərat və intizarus salah ba'dəs salah və nəqlul əqdəmi iləl cəmaat. Üç şey günahlara kəffarədir, yəni günahları silir. Sübhün soyuq çağında kamil şəkildə dəstəmaz almaq, namazdan sonra növbəti namazı gözləmək və cəmaat namazlarına getmək. Çünki sübh vaxtı ilıq su ilə dəstəmaz almaq mümkün olmazsa, insan soyuq su ilə dəstəmaz almağa məcbur olur və bu da çətinliyinə və əziyyətinə görə daha çox savaba səbəb olur. Lakin o demək deyil ki, soyuq havada bilərəkdən soyuq su ilə dəstəmaz alasan. İstər-istəməz insan çox soyuq havada soyuq su ilə dəstəmaz alarkən rahatlıqla lazımi qədər suyu üzünə, qoluna və ya ayağına vurmaqla dəstəmazı kamilliklə almaqda çətinlik çəkir. Amma havaya uyğun su ilə, yəni soyuqda ilıq, istidə isə sərin su ilə dəstəmaz alarsa, dəstəmazı da daha kamil şəkildə almış olar.